Herkese salamlar dostlar. Bu günləri sizlərlə birlikdə Pick-up oyununun ikinci bölümündəyik. Deməli dostlar, birinci bölümünü bayağı uzun zaman öncə çəkmişdim. Bölüm ikisini çəkmək istəyirdim, amma vaxtım olmadı və oyunu mən silmişdim. Oyunu silmişdim, təzədən yüklədim dostlar. Yine getmişdi, bizim elədiklərimiz getmişdi. Sıfırdan başladım dostlar, yığdım mən maşını, sıfırdan yığdım. Birinci bölüm yarıda qalmışdı. Bir iki şey yığmamışdı, onları yığdıq. Işıq yanılı qaldı, boş yerə. Bəzi şeyləri yığdım və maşını xodladım. Bildiyiniz kimi, əgər maşını işə sala bilmədinizsə, maşın buradan çıxa bilməz. Gördüyünüz kimi, mən çıxartmışam maşını qarajdan. İndi gəlin yavaş-yavaş başlayaq. Bu benzin bidonundakı bütün benzini, işte oradakı yağı olsun, antifriz olsun, hamısını tökmüşəm. Burada motosikletimiz var, bu qalsın. Bunu götürəcəm, bəlkə lazım olar bizə. Niyə görə deyirəm bu bizə lazım olar? Bir dəqiqə. Nəyə görə deyirəm bu bizə lazım olar? Çünki dostlar, biz indi gələcəm, mən maşını yığdıracam. Bir dəqiqə. Geçdik, qalıq burada. Bağlı bunun qapısını. Buranın qarajın qapısı yoxdur. Yoxdur. Dostlar, xəritədən baxıram. Burada Paint Works yazılıb. Biz oraya getməliyik. Biraz düz gedəcəm. Burada bir dənə yol ayrımı var. Ora çatanda xəritəyə baxarıq. Ora qədər düz gedəcəyik. Oturaq, maşımız köhnədir. Amma olsun. İndi xatlayıram dostlar. Bismillah. Dostlar, maşınımız xatlandı. Koydum biraz alay. Bu tutunuyumuzu səhvən söndürdüm. Dostlar, indi gedəcək. Atıraq bir də. Aha, dostlar, qəşəng. Yavaş yavaş. Dostlar, şüşələrimiz tozludur. Biraz pisdir. Niyə elədi bilmirəm. Ona görə biraz yaxşı görünmür. Allah. Yavaş gedək. Çox baş sürəməyəcək ki, maşın tökülür. Yəni pis vəziyyətdədir. Biraz yığdıraq. Sonra inşallah maşınımızı düzəldərik. Hələ ki buradan düz gedirik. Bax, xəritədə göstərir də bizim konumumuzu. Paint Works yazılan yerə getməliyik. Sonra mən bir dənə gedək, ora çatay. Mən deyəcəm yəni sizə. Bir də buradan skors atım da mən. Mən də deyirəm, maşın niyə yavaş gedir? Skors atmıyorum səndə mən. Ata ikinci skorsa. Dostlar, indi mən gedib çatım ora, biraz yavaş sürək, açaram videonu. Dostlar, demək olar ki, çatırıq artıq rəng bölməsinə. Bu burat deyəsən. Burat deyəsən. Baxım, burada. Yavaş gedək. Çatmışıq demək olar və burada. Bəli. Yavaş. Biraz da qaz ver. Get, saxla burada. Şimdi bunu bir dənə boşa atay. Əlində qalsın. Motorumuzu söndürək, çünki benzinimiz azdır. Üstünümüzü çəkirik, düşürük dostlar. Oha, bayağı bir yol gəldik dostlar. Maşınımızla gətirdik, saxladıq burada. Yine burada bizim bir dənə zibil yerimiz var. Mağaza qalmayın, gidirik zibil yerinə baxıram, nəysə. Deməli, belə bir mağazadır. Paint Works yazılıb. Burada dizel zat deyir. Burada disk
var. Şurada renk falan var. Neyse bizim esas işimiz oradadır. Oralara basmaya olmurdu. Bu rengi buradan seçirik. Bunlar heç nə. Paint. Deyəsən, direkt maşının rəngində buradan eləyə bilirik. Maşının rəngində rəng eləyək. Maşının rəngi onu mən bir yana seçim buradan. Maşının, bu rəng. Pul yoxdur deyir. Nə qədər istəyir ki bizdən? $1000. Ayda $1000 çoxdur axı. Sadəcə sprey $500. Dostlar, ondan mən biraz reklam izləyim. Boya almalıyıq da çünki. Onu belə eləyək, biz tək boya alaq çünki maşın çox bahalıqdır. Tək boya alaq, tək kraskalayaq maşını. Mən biraz reklam izləyim, $500 eləyim, gəlim. Dostlar, mən şopa gəldim. Yəni ki, pul qazanma yerini tapmaq istəyirəm. Gəldim şopa ki, en azından bəlkə burada bir şey taparam. Söndür motorları açmayacaq. Düşəyib yəni maşından aşağıya. Deməli dostlar, bilmirəm nə edəcəyik bu maşından, amma yenə gəlim görməm burada nə satırlar. Salam əleykum. Burada heç nə satmırlar ki. Gözü görün, burada keçmək olmur. Nə satsız, yeməkdir burada ancaq. Gözü görün, en azından bir yana bundan götürəm. Bundan götür, acıdığımız artıq bunu ye. Bunu ye. Karakter acından ürəyi gedəcək. Bir dənə suda gəlmişkənsək. Ucuzdur da, al cəsini. Ölüb eləyərik bir yanlarda. Lazımdır. Sağ ol qardaş. Qayıtmalıyıq dostlar. Mən pul qazanmağı tapmalıyam. Yoxsa belə olmayacaq dostlar. Mən bu pul qazanma yöntemini tapmalıyam. Yoxsa belə alınmayacaq. Həqiqi alınmayacaq. Atraya. Maşın əziyyət çəkir əməli başda bu yollar dönəndə. Qalxanda. At bunu birinci skorsa. Ya Allah, indi görə elə bu yollara necə qalxacaq bu maşın. Deməli dostlar, iş yerini tapmalıyam ki, pul qazanmalıyım. $135 var. Dostlar, indi belə bir yerə gəldim. Bura haradır, valla bilmirəm. Birinci burada saxlayacağım. Yavaş. Birinci burada saxlayacağım. Baxım görüm bu nədir. Sonra ayağına gedəcəm, oraya baxacağım. Benzinimiz azalmasın. Maşın saxladım burada. O tərəflərə gedəcəm, baxacağım. Burada mağazadır. Nədir? Bunları götürmək olmur. Nə olardı plan birini bizə bedavaya versəydik? Şey var orada. Bunlar neçədir? Oha, bu nədir? $500 falan deyir. Bu neçədir? Oha, abi çox pahalı deyir. Dostlar, $50 maşını yuduzdururam. En azından yayda maşını. Dostlar, gətirdim maşını yuduzdurdum. Yəni saxladım burada. Pul yoxdur. Dostlar, pulumuz yoxdur. Gördüyünüz kimi. Yəni pulumuz yoxdur. Bilmirəm nə edeyim. Əlimizdən də bir şey gəlmir. Baxın, buraları qurtdalayıram. İşıq niyə yanmır, maşın işığı? Dostlar, mənə biri sizə bir dənə zəhmət olmasa yazarsınız. Deyəsən maşını xodlamalıyam. Ay, sağ ol. Yəni ki, bu şəkildə pulumuz yoxdur. Pul yoxdur. Neyniyək bilmirik.
Dostlar, gəlin bölüm yazarsız necə pul qazanmaq olur. Maşına yoluzurdum, biraz yemək aldıq, yedik. Pul qutardı, heç nə, biabırçılıq. Dostlar, yazarsız yorumlarda, mən də ona görə bunun 3-cü bölümünü çəkərəm. Dostlar, sağ olun, izlədiyiniz üçün təşəkkürlər. Sonraki videolarda görüşmək üzrə. Sağ olun dostlarım. Salamat qalın. Özünüzə yaxşı baxın dostlar. Və like atmağı da unutmayın dostlar. 500 abunəyə çox az qaldı. Abunə olarsa çox sevinərəm dostlarım. Sağ olun. Özünüzə yaxşı